Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə çevrə bölməsindən buraxılışa düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, birinci sualda yer uzunluğu 24 pi olan çevrənin diametrini tapın. Uzunluq düsturu nə idi? 2 pi r ya da pi d. Pi d-ni yazacağam çünki məndən diametri istəyir 24 pi. Pilər gedər, diametri də bərabər olar 24-ə 1b. 2-də radiusu 5 olan çevrənin diametri 10. D bərabər 2r. Üçüncü sualda çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42 olarsa, həmin qövsə söykənən daxili bucağın dərəcə ölçüsünü tapın. Burada deyəsən sualda xəta var. Deməli, əslində buradan da cavabı çıxarmaq olur, amma sual belə deyildi. Çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42-dir. Bu bucağın dərəcə ölçüsü deyir 42-dir. Demək, qövs neçədir? 84. Həmin qövsə söykənən daxili bucaq, həmin qövsə söykənən yəqin digər bir daxili bucağı soruşur deyə nə olacaq? O bucaq deyilgər 42 dərəcə. Yəni, bu daxili bucaqdır. Daxili bucaq 42-dir, qövs 84. Digər birini baxsaq, o da 42 eləyər. Ya da bu sual nə formada olmalıydı? Deyir ki, çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42-dir. 42 olarsa, həmin qövsə söykənən, məsələn, mərkəzi bucağı istəyə bilərdi. Tutaq ki, bu hissəsini dedik neçədir? 42. Mərkəzi bucaq olardı 84. Daxili bucaq nə idi? Qövsün yarısı. Mərkəzi bucaq isə söykəndiyi qövsə bərabər idi. Bu formada da ola bilərdi. Amma burada cavab nə oldu? 42. Deməli, 4-cü sual radius 2,5 diametr 5. 5-ci sual. Yandakı şəkildə əsasən O mərkəzli çevrədə BOD 140, ACB-ni tapın. ACB-ni gəlin tapaq. Deməli, necə taparıq? Bura 140-dırsa, bu qövs də 140-dır. Diametrdən yuxarı demişik, neçə dərəcədir? 180. 140 sağa düşürsə, 180-dən 140-ı çıxaram, buranı taparam 40. Bura 40-dırsa, x-də nədir? X-də daxilə. Çevrə üzərində daxı təpəsi daxilə çəkilmiş bucaqda, o da söykəndiyi qövsün yarısı. Yəni, 40-ın yarısı olacaq 20. D variantı. Baxaq 6-cı sualla. Şəkilə əsasən O mərkəzli çevrədə PN vətərinin uzunluğu MN diametrinin uzunluğunun yarısına bərabərdir. PN nədir? Diametrin yarısı. Gəlin, bura bir R yazaq, burada R yazaq. Diametri olacaq avtomatik 2R. Diametri 2R'dir. PN də diametrin yarısıdır. 2R'in yarısı, yəni R. Burada oldu radius. Düzdür, L yazaq, görünsün. Radius. Radius. Burada radius daxil. Bizdə bərabər tərəfi bir üst bucaq əmələ gəldi. Bizdən nə istəyir? Mop bucağın. MOP bunu. Getdik. Bərabər tərəfli üç bucaqdır deyə bütün bucaqlar olacaq 60 dərəcə. 60. Sağ tərəf 60-dırsa, sol tərəfdə 180-dən 60-a çıxaram. Eləyər 120. Baxaq 7-ci suala. 7-ci sualda deyir, çevrəyə uzunluğu 15 cm olan iki toxunan çəkilib. Çevrə ilə kəsişmə nöqtələri arasında məsafə 24 cm olarsa, radiusu tapın. Gəlin şəklimizi çəkək. Vaxt itirməmək üçün mən şəkili hazır saxlamışdım əlimdə. Deməli, bu bizim şəklimiz 2 dənə toxunan çəkilib. Deyir ki, uzunluqları neçədir? 15 2 toxunan və çevrə ilə kəsişmə nöqtələri, baxın, bu nöqtələri də çevrə ilə kəsişir, baxın. Kəsişmə nöqtələri arasındakı məsafə neçədir? 24. Tutaq ki, buna bir AB deyirəm. AB məsafəm 24-dür. Qıraqdan yazıram. Radiusu tapın. Gəlin tapaq. Nə edirəm? Mən istənilən bir çevrə sualında demişdim ki, əsasən çevrəni həll etmək üçün nə lazımdır? Radiuslar. Toxunma nöqtələrinə nələr çəkirik? Radiuslar. Bir dənə radius, ikinci radiusumu çəkdim. Düzdürmü? Biz baxın buradan nə bilirik? Bu nədir? Radius. Bu nədir? Radius. Düzdür? Radiusla toxunanın arasındakı bucaq 90 dərəcə. Radiusla toxunanın arasındakı bucaq 90 dərəcə. Baxıram ki, burada yenə də bir şey çıxmır. Ona görə bir dənə də buradan xətt çəkirəm. Düzdür? AB nədir? Məsafə. Burada da bir 90 dərəcəli bucaq əmələ gətirəcək. 15 bərabər yanlı üç bucaq daxil. Ona görə bu AB necə bölünəcək? 12. Onda buradan da 12. Burada bir dənə belə düz bucaqlı üç bucağım var mənim. Bir dənə bura baxın. Bu formalı bir düz bucaqlı üç bucağım var. Bu düz bucaqlı üç bucağıma görə 15 bu hissəm olacaq 9. Buranı tapdım 9. İndi bu 12 nədir? Düz bucaq təpəsindən çəkilmiş, qırmızını silim. 12 nədir? Düz bucaq təpəsindən çəkilmiş hündürlük. Düzdürmü? Burada düz bucaq təpəsindən çəkilmiş hündürlük 12-dir.
Mənim m-im 9-dur. N-imi tapın. N-imi necə aparım? Düstur nə idi? H-ın kvadratı m ilə getsəm, heç bu hissə mənə lazım deyil. Əsas yuxarını görsək. H-ın kvadratı m ilə getsəm, olacaq 12-nin kvadratı bərabərdir 9 vur n. 9n bərabərdir 12-nin kvadratı 144. 144-ü 9-a bölsək, n də bərabərdir 16. N-i neçə tapdıq? 16. Bura 16, bura da 12-dir. Baxın, bu düz bucaqlı 3 bucağa görə 12, 16, radius da eləyər 20. Bizdən də elə radiusu soruşur. Cavab 20. Bu qədər. Baxaq 8-ci suala. Mərkəzi O nöqtəsində radiusu 7 cm olan çevrədə AB vətərinin çevrədən ayırdığı qövsün dərəcə ölçüsü 60 dərəcədir. Deməli, bu qövsün dərəcə ölçüsü 60 dərəcədir. Həmin vətərin uzunluğunu tapın. Bu suallarda nə demişdik? Radius 7-dir. Vətərin uzlarını nə seçərəm? Radius. Yəni, çevrə sualında gördüyünüz əldə gəlmirsiniz vətərin uzlarına, yəni toxunma nöqtələrinə radiuslarınızı seçirsiniz. 60, mərkəzi bucaq nə olacaq? 60. Radiuslar neçədir? 7, 7. A bərabər yanı 3 bucaq. Təpə bucağı da 60 dərəcə. Onda bunlar neçə edir? 60, 60. Onda bu AB vətərində olacaq 7. Cavab C variantı. Baxaq 9-cu suala. Şəkildə AB 7 cm. Burada toxunandan əlaqəlidir. Bağışlayın, kəsən. 2-dən kəsənin xassəsi. Demək, bizdən nə istəyir? BM istəyir. BM-ə x istəyirəm. Burada düstur nə idi? Düsturum o idi ki, 9-da kəsənin çöldə qalan hissəsi vur ümumi uzunluq. Yəni, 8 vur 18 bərabərdir. Digər kəsənin çöldə qalan hissəsi vur ümumi uzunluq. Yəni, x plus 7. Nə olacaq? X vuraq, x plus 7 bərabərdir. 8 vuraq 18-ə. Bunu həll edirəm. X kvadratı üstə gəl 7x çıxılsın. 8-i 18-ə vuranda deməli eləyəcək. Neçə eləyəcək? 144. Bərabərdir 0-a. Tənlimin köklərinin cəmi -7. Bunu birbaşa sol tərəfə atdımda. -7. Tənlimin köklərinin hasili isə -144. Bu hansı ədədlərdir ki, belə? Toplayanda -7 versin, vuranda 144. 9 ilə 16, -16 ilə -9. Mən də mənfini götürmərəm, -9-u götürərəm. Elə x-in özünü istirdi. Tapdım x neçə oldu? 9. Baxaq 10-cu suala. 10-cu sualdan CF-in uzunluğu neçə santimetrdir? Demək olar, eyni tip sualdır. Burada nə idi? Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vur. Kəsənin ümumi uzunluğu. Yəni, x plus 12-yə vuracam. Yəni, kəsənin çöldə qalan hissəsi vur. Kəsənin ümumi uzunluğu bərabərdir. Toxunanın kvadratına. X kvadratı üstə gəl 12x bərabər 64. 64-ü sol tərəfə atsam, onlar çıxa 64 bərabər 0. Tənliyimin köklərinin cəmi -12. Hasili isə bərabərdir -64. Bu hansı ədədlərdir? -16 ilə 4. Bizdən də nə istəyir? Mənfini götürənmərəm deyə cavab oldu 4. Onda 4. Baxaq 11-ci sualımıza. Deməli, yandakı şəkilə əsasən o mərkəzi çevrədə BA və BC toxunanları arasındakı bucaq 50 dərəcə olarsa, bizdən ADC-nin bucağını istəyir. Gəlin tapaq. Deməli, bizdə bir dənə onsuz, biraz aşağı çəkim. Bizdə nə verib? Bir dənə bu 50-ni verib. Bunu tapmağın bu bucağı istəyir. Bunu tapmağın bir neçə yolu var. Gəlin belə eləyək. Mən bu yolla gedərəm ki, bura 50-dir. Bu hansı bucaqdır? Xarici bucaq, düzdürmü? Bu A C-yə. Baxın, bu göylə rənglədiyimə bir M qövsü deyərəm. Bunun sol tərəfinə də bir N qövsü deyərəm. Mən baxıram ki, bu M ilə N-in cəmi. M plus N nə verəcək? Bütöv çevrəni rəngləmişəm axı. A, C-dən sağ tərəf və sol tərəf 360. Bir də mən görürəm ki, M çıx N bölü 2. Böyük qövs çıx, kiçik qövs söykəndi, böyük qövs çıx, kiçik qövs bölü 2 verəcək bizə 50 dərəcə. Bu da xarici bucağın düsturuydu. M çıx N neçə oldu? M çıx N bərabərdir 100. M çıx N 100. Mən bu M bərabər 360-ı da gətirib qoyuram bunun yanına. Buradan da sistem tənliy edirəm. Sistem tənliy eləsəm, olacaq N-lər gedər 2M bərabərdir 460. M bərabərdir 230. M 230-dur.
Bura neçə tapdım? Bura 230. Bura 230 dərəcədirsə, daxili bucaqda olar o qövsün yarısı. 115 dərəcə. Buradan 115 yazım, 115 dərəcə. Baxaq 12-ci suala. Uzunluğu 10 pi olan çevrənin AB diametrinə paralel olan CD vətəri çəkilmişdir. CND qövsü 60-dır. BD-nin uzunluğunu tapın. Gəlin tapaq. Uzunluğu 10 pi-dir. Çevrənin uzunluq düsturu L bərabər 2 pi r bərabərdir 10 pi. Pi-lər gedər. 2r 10-dursa radiusu tapdıq 5. Və aparıb qeyd edək. Baxın yoldaşlar. Deməli buradan n 60 dərəcədir. Çevrədə buradan yuxarı neçədir? Diametrdən yuxarı 180. Onda 180-dən 60-ı çıxaran qıraqlara ikisinə 120 düşər. Paraleldə axı bu. Paralel düz xəttlər arasında qalan qövslər də olurdu bərabər. Yəni bu 60-ı çıxdım 180-dən elədi 120. Onu da bölərəm 2-yə. Buranı taparam 60, buranı taparam 60. Paralel düz xəttlər arasında qövslər bərabərdir. Bizdən də BD-ni istəyir. Gəlin, eləməyək tənbəllik. Buradan da bir dənə radius ataq. Radiusumuz neçə idi? 5. Bura 5, bura 5. Bərabər yanın üst bucaq. Bura 60 dərəcədirsə, burada olacaq 60 dərəcə mərkəzli bucaq. Onda yenə də bir bərabər tərəfli üç bucaq əmələ gələcək. 5, 5. BD də oldu 5. Keçək 13-cü suala. Deyir, BND çıx YMC qövsü, mən yazıram bura, N çıx M qövsü bərabərdir 50 dərəcəyə. BCD-ni 70 veribsə, ABC bucağını istəyir. Baxın, bu bucağı istəyir bizdən, alfanı. Buradan əslində ABC-ni istəyir, alfanı istəyir. Havda nəyə taparam? Yoldaşlar, bura bir məsələn yazıram, beta. Beta nəyə bərabərdir? Beta bərabərdir söykəndiyi böyük qövs çıx kiçik qövs bölü 2. N çıx M bölü 2 bərabərdir neçəyə? 50-yə. Məxrəcdən bir atıb çarpaz eləsəm, bağışlayın. Beta bərabərdir N çıx M bölü 2. Elə bizim əlimizdə N çıx M 50-dir. 50 bölü 2 25. Başa düşdüyümü buradan? Betanı 25 tapdım. Betanı neçə tapdım? 25. Onda bura yazıram 25. Bura 75-dirsə, bura eləyəcək 110. 110, 25, 135, 180-dən də bunu çıxsam, eləyər alfa. Baxın, burada bir dənə də üç bucağım var axı. Bu üç bucağıma görə 180-dən 135-i də çıxsam, bizə verəcək 45 dərəcə. Cavab oldu 45, 13-də. Bu formada tapa bilərdim. Başqa nə formada tapmaq olar? Bizdə deyir BCD 70-dir. BCD 70-dirsə, bunu silirəm, buradan yazdım. Bir də belə yazmaq olar. BCD 70-dir. Bura 70-dirsə, bura 140. Bu hissəsini də silim. Sonra bu aparıb burada yerinə qoyaram. 140 çıx M 50-dir axı. Deməli, M-ni çəkmiş ki, bizə çıxanda 50 versin. M də 90 imiş. M 90-dır. Bura 90-dırsa, bu qövsdə olar. Onun yarısı 45 dərəcə. Bu formada da yazmaq olar. 13-dən sonra 14. Çevrədə diametrin yarısına bərabər olan vətərin qarşıdakı qövs neçə dərəcə olar? Yəni, vətərin ayırdığı əslində burada minor qövsü soruşur. Sual belə idi. 14-də. Deməli, bir dənə çevrəm var. Diametrin yarısı. Diametrin yarısı nədir? Radius. Yəni, burada radiusa bərabər olan vətərin, bir dənə vətər çəkdim. Radiusa bərabər olan vətərin ayırdığı qövs. Bura R. Nə edərəm? Yenə mərkəzimi qoyaram. Mərkəzdən bir dənə bura radius tullayaram. Bir dənə bura radius tullayaram. Düzdür? Burada R, burada R. A yenə bərabər tərəfli üç bucaq alındı. Bura bütün bucaqlar 60 dərəcə. Bura 60 dərəcədirsə qövs eləyər elə 60 dərəcə. Niyə minor qövs deyirəm? Çünki sağ tərəf 60-dır, sol tərəf baxın bütöv bu hissədən danışsaq 300 olar. Bizdən minoru yazmalıdır burada. 14-də C. Baxaq 15-ci suala. 15-ci sualda bizdə deyir, yandakı şəklə əsasən A nöqtəsindən çevrəyə AB vacib toxunumları çəkilib. BAC bucağı 36 dərəcə olarsa, CDB bucağının dərəcə ölçüsünü tapın. Gəlin CDB-ni tapaq. Necə tapaq? Baxın yoldaşlar. Biz görürük ki, bu 36 nədir? 36 olan bucaq. Xaricdəki bucaq. Bunun düsturu nə idi? Söykəndiyi böyük qövs çıx söykəndiyi kiçik qövs. Major qövs çıx minor qövs bölü 2. Onda yazaram ki, bu tərəfə bir M qövsü, bu tərəfə bir N qövsü. Onda nə olacaq bizdə? M çıx N
bölü 2 bərabərdir 36 dərəcəyə. Mən də buradan məxrəcinə 1 atıb çarpaz eləyərəm. M çıxında olar 72 dərəcə. Biz də bilirik ki, çevrə tam olaraq 360 dərəcədə, onda olar M plus N də 360 dərəcə. Bunları da alt-alta toplayaram. Alt-alta toplasam 2M bərabərdir 36, 72 bizə verəcək 432. Buradan M də bərabərdir 432-ni də bölsək 2-yə 216. M 216-dır. N-i tapmaq üçün də 360-dan 216-nı çıxaram. Bu da bizə verəcək 144 dərəcə. N 144 dərəcədirsə, bura 144-dürsə, x də olacaq. Onun yarısı, yəni 72 dərəcə. Baxaq 16-cı suala. 16-cı sualda deyir, yandakı şəklə əsasən O mərkəzli çevrədə BD vətər. BD vətərimiz AB və AC kəsənlər çəkilmişdi. BAC 3-2 ABD və BMC qövsünü verib. Yəni, buranı verib 150 dərəcə. Düzdürmü? Görürəm ki, BMC bərabərdir, BAC, bağışlayın. BAC bərabərdir 3/2 ABD-yə. ABD-yə. Hər tərəfi 2-yə vuraram ya da çarpaz eləyərik, fərq eləmir. 2BAC bərabərdir 3ABD-yə yazaram. Buradan da biz bilirik ki, BAC-yə 3, ABD-yə isə 2K və ya X deyə bilərik. BAC 3K, ABD isə bərabərdir 2K. Yəni, bunun üzərində göstərim sizə. Deməli, BAC. BAC-yə nə dedik biz? BAC-yə 3K, ABD-yə isə 2K. Buradakı şərtə əsasən BAC bərabərdir 3/2 ABD şərtinə əsasən. Deməli, buradan da getdim. Nə edəcəm? Bura 2K-dırsa, bura 2K-dırsa bu qövs olacaq 4K. Bir də fikir verin. Bu bucağın söykəndiyi böyük qövs 150-dir, kiçik qövs 4K. Bizdə də düstur nə idi? Bucaq bərabərdir, 3K bərabər, xarici bucaq bərabərdir, söykəndiyi böyük qövs çıx, kiçik qövs böl 2. Deməli, bu da çarpaz eləyərəm bunu, onlar 6K bərabərdir 150 çıx 4K. 4K-nı sola atsam 10K, 10K bərabər 150 olarsa, K da bərabərdir 15-ə. Bizdən nə istəyir burada? BAC-nin dərəcə ölçüsünü, yəni 3K-nı istəyir. 3K da bərabərdir 3 dənə 15, yəni 45. 45 dərəcə. Baxaq növbəti suala, 17-ci sual. Rahat suala bənzəyir. Deməli, nə edəcəyik bu sualda? Radiusu 2 və 5 cm 2 cm və 5 cm-dir. AB-nin uzunluğu da 10 olarsa, çevrələr arasındakı ən qısa məsafəni tapın. Deməli, radiusları var, ön üzərində də qeyd olunub. Bizdən nə istəyir? Çevrələr arasındakı məsafəni istəyir. Mən birinci mərkəzlərin arasında məsafə çəkərəm. Amma bizdən bunu istəyir. Baxın. Bu hissəsin. Gəlin, baxaq necə taparıq. Demək, yoldaşlar, 2, 10. Bura bütöv neçə eləyəcək? 12. 5, 12, Pifagora ədədləri. Toxunanlar radius 90 dərəcə əməyə gətirir axı. Burada da eləyəcək 13. Bura 13-dür, bu hissəsi 2, bu hissəsi isə 5-dir. Ortaya da qalacaq 6. Bu qədər. Baxaq 18-ci suala. Dairənin 45 dərəcəli mərkəzi bucağa uyğun sektorun sahəsi 17 cm kvadrat olarsa, bu dairənin sahəsini tapın. Deməyə getdik. 18-də bu dairənin sahəsini tapın. Burada sektorun sahə düsturuna ehtiyac yoxdur heç. Demək, 45 dərəcəli qövsə uyğun sektorun sahəsi neçədir? 17. 17 cm kvadratı. Bizdən tam dairənin sahəsini istəyir. Tam dairə neçə dərəcədir? 360. 360 dərəcəlik dairənin sahəsi də olacaq x. Bunu da çarpaz edirəm. 17 45 vur x bərabərdir 17 vur 360. X də bərabərdir 17 vur 360 böl 45. 360-ı da 45-ə bölsək 8 dəfə düşər. 17-ni də 8-ə vursaq 80, o da 56, 136 eləyər. Cavab C variantı. Baxaq 19-cu sual. Radiusu 6 olan dairənin sahəsi 36 pi. C variantı.
20-də radiusu 18 və 10 sm olan iki çevrə xaricdən toxunur. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Bir çevrəm, bu da ikinci çevrəm. Bu çevrələrim xaricdən toxunurlar. Radiuslardan isə də 18 və 10. Bunların mərkəzləri arasındakı məsafəni istəyir. Mərkəzləri arasındakı məsafə də olacaq 18 və 10, yəni bütöv bunu istəyir 28. B variantı. 21-də şəkilə əsasən x-i tapın. Deməli, 8 nəyimdir? Toxunanım. X nədir? Kəsən. Yazaram ki, düstur nə idi? Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vuraq ümumi uzunluq. Ümumi uzunluq da x plus 12. Yəni x vur x plus 12. Kəsənin çöldə qalan hissəsi vur ümumi uzunluq bərabərdir 8-in kvadratına. Yəni 64-ə. Biraz diqqətli olsaz, burada 4 vur 16 olduğunu da görə bilərsiniz. Amma mən bunu tənlik yazıb həll edəcəm. X kvadratı üstəgəl 12x çıx 64 bərabər 0. Tənliyimin köklərinin cəmi bərabər -12. Tənliyimin köklərinin hasili də bərabər -64. Bu da hansı ədədlərdir? -16 ilə müsbət 4. Bizdən buranı tapdıq 4, amma 4-ü istəmir, diqqətli olaq. AD-ni istəyir. AD-nin uzunluğunu tapın, yəni 4 üstəgəl 12 bərabərdir 16-ya. Cavab Y variantı. Baxaq 22-ci suala. 22-ci sualda deyir, çevrənin mərkəzindən 4 cm məsafədə AB diametrinə paralel CD vətəri çəkilmişdir. DNB 30 dərəcə olarsa çevrənin radiusunu tapın. Deməli, bu qövsü bizə verib 30 dərəcə. Bunu biraz aşağı çəkim. Buranı verib 30 dərəcə. Bu məsafədir. Məsafə 4-dür. Düzdürmü? Bizdən nə istəyir? Radiusu. Radiusu istəyirsə bir dənə radius çəkirəm. Buradan bir dənə radiusumu çəkdim. Onda bura nə olacaq? Qövs 30-dursa burada 30 dərəcə. Burada da bir dənə belə maraqlı zetimiz alınır bu formada. Bu formada bir zetimiz alınır. Burada eləyəcək 30 dərəcə. Biraz böyük yazım. 30 dərəcə. Bizdən radiusu istəyir. Bir dənə baxın. 30-un qabağı neçədir? 4. Onda 90-ın qabağı neçə eləyər? 12 qatı 8. Bu qədər. Sonra baxaq 23-cü suala. 23-də ACD 60 dərəcə, BD 12, buranı bütöv verib 12. BD 12 olarsa AB vətərinin uzunluğunu tapın. AB vətərinin uzunluğunu tapmaq üçün nə edirəm? BD 12-dir. Aha. Gəlin belə eləyək. Toxunanlar nədir? Bərabər. Düzdürmü? Bir deyəm, buranı birləşdirsək, gəlib cavabımız çıxar. Toxunanlar bərabərdirsə 60, onda burada 60, burada 60 olacaq. Niyə? Təpə bucaq 60 olan bərabər yanını da 180-dən 60-ı çıxıb 2 yerə bölərəm. 120-ni 2 yerə böldüm, 60. Düzdürmü? Sonra nə görürəm? Mən görürəm ki, burada bir də bu var. Bura 60 dərəcədirsə, bu bucaq 60 dərəcədirsə, demək bu qövs 120-dir. Burada 60 olar. Biz nə demişdik? Eyni qövsə söykənən bucaqlar. Bu qövsə söykənən 2 dənə bucaq var axı. Ona görə ki, buranı tapa bilərəm 60. Ya da bu 60-ı bir də necə tapa bilərəm? Bu 120-ni silim. Biz demişdik ki, bu CD nədir? Toxunan. BD nədir? Diametr. Yəni, toxunanla diametrin arasında bucaq nə olur? 90. Bura 90-dırsa, bura 60-dırsa, bu tərəf olar 30. Düzdür? Bura 30 olacaq. 30 diametrə söykənən bucaq 90 dərəcə. Burada avtomatik olacaq 60 dərəcə. Onsuz bizdən bunu istəyir. 90 qabağı 12-dirsə, 30-un qabağı da onun yarısı 6. AB-nin uzunluğunu istəyir. Baxaq 24-cü suala. A nöqtəsindən çevrəyə düz bucaq əmələ gətirən iki toxunan çəkilmişdir. A nöqtəsindən çevrənin O mərkəzinə qədər məsafə üçkökdə 2 cm olarsa çevrənin uzunluğunu tapın. Demək, AO neçədir? AO üçkökdə 2. Deməli, şəkili yaxınlaşdırın. Bir də bura baxaq. Demişdik ki, çevrə sualında həll etmək üçün nə seçməliyik? Bir dənə belə radius, bir dənə də belə radius. Radius, düzdürmü? Toxunanla radius 90 dərəcə, toxunan radius 90 dərəcə, 90, 90, 90, avtomatik. Burada bir 90. Bu kvadrat imiş.
Və ya kvadrat ağlımıza gəlməsə 90, 45, 45 ilə də gedə bilərik. Yenə eyni şeydir. R bu hissə nəyə bərabər olacaq? Bərabər yanı düzbucaqlı ilə də gedə bilərəm, kvadratın diaqonalı ilə də. R köşdə 2-yə. Deməli, mənim bu hissəm 3 köşdə 2 nəyə bərabər oldu? R köşdə 2-yə. R köşdə 2, 3 köşdə 2 isə radius 3-dür. Çevrənin uzunluğunu tapın deyir. L bərabər 2pi R, yəni 2 vur pi vur 3, 6 pi. Bu qədər. Keçək 25-ci suala. Alfanı verib 16, betanı 20, A, M, B 130 dərəcə olarsa, buradan bura bütöv 130 dərəcə olarsa qammanı tapın. Gəlin tapaq. Alfa neçədir? 16. Beta neçədir? 20. Alfa 16-dır. Şəkili gətirin bu tərəfə. Alfa 16-dırsa bura 32. Beta 20-dirsə bura 40. 32, 40, 72. 130-dan da 72-ni çıxaram. Eləyər 58. Bura 58-dirsə qamma bucaqda olacaq 58-in yarısı, yəni 29. Bu qədər. Baxaq 26-cı suala. 26-da deyir, mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri AC diametrin yarısına bərabərdir. BA-onu tapaq. Necə tapaq? Deməli, AC nədir? Diametr. AB o diametrin yarısıdır. Diametr nədir? 2R. AB də onun yarısı, yəni bir dənə R-dir. Buradan da tapmaq istəyirsinizsə, bir dənə buradan belə. Bizdən bu bucağı istəyir. Baol bucağın. Bir dənə radius çəkirəm. Hop, radius çəkdim. Aha, burada R. Burada R. Burada R. R. Ayda, bərabər tərəfli 3 bucaq. Hop, 60 dərəcə. Ya da bir dənə belə xət çəkirəm. Mən bilirəm, axı bura 90 dərəcədir. 90 qabağı 2R. Nəyin qabağı onun yarısı olar? 30 dərəcənin. 30, 90, 60. Bu formada da yazmaq olar. Bizdən o 60 istəyir Y variantı. 27-ci sualda ABC üst bucağının AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və S nöqtələrində toxunur. ABC-ni verib KMS qövsünü istəyir, yəni M istəyir. Toxunanlar bərabərdir. Bunu bildik. Bura 40 dərəcədir. Bura 40 dərəcədirsə, bura neçədir? Bu düzbucaqlı üç bucaq olduğunu deyim. Bura 90-dır. Niyə 90-dır? Çünki OS radius, AC toxunanla radiusun arasındakı bucaq 90 dərəcədir. 90-40 bura elədir 50 dərəcə. Bizdən M istəyir. M-i tapmaq üçün bir neçə yolumuz var. Ya bu birisi qövsü gedib taparam və xarici qövsdən, yəni xarici bucağın söykəndiyi böyük qövsdən kiçik qövsü çıxıb yarıya böləndə 50-ni alardım o üsulla. Ya da salamatı nədir? Bir dənə buradan O-dan K-ya radius çəkərəm. Buraya gəlir 90 dərəcə. 90, 90, 50. Buranı da tapmaq üçün eləyərəm. Bunu 360-dan çıxaram. 360-dan 2 dənə 90-ı, bir dənə də 50-ni çıxaram. Yer 130 dərəcə. Bura neçə elədir? 130 dərəcə. M də o zaman 130 dərəcədir. Bu qədər. Keçək 28-ə. Mərkəzi O nöqtəsində olan çevrənin kəsişən iki vətərindən biri uzunluqları 48 olan iki parçaya bölünmüş. Digəri 1-4 nisbətində bölünərsə vətərin uzunluğunu tapın. Bu çox sadə sualdır. Çəkirəm çevrəmi. Deməli, iki dənə də vətər çəkirəm. Deyir ki, prosto burada kəsişməsi biraz diqqət edəsəz, ədədləri qəribədir. Nə mənada? Deyir, biri 348, digəri isə x 4x nisbətində bölünüb. Qayda nədir? X vur 4x bərabərdir 3 vur 48. 4x-in kvadratı bərabərdir 3-ü 48-ə vursaq 144. X kvadratı bərabərdir 36. X də bərabərdir 6. Bizdən nə istəyir? Bu vətərin uzunluğunu tapın. Bura x 6, bura 4x, 4 vura 6, 24. 24, 6. Bizdən bütöv vətəri istəyir. Bütöv 5x vətərimizi 5 vura 6 elədi 30. Bu qədər. Çevrə mövzusundan buraxılışa düşmüş suallardan da bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. İmtahanlarda hamınıza uğurlar. Sağ olun, salamat qalın.